Son günlər ölkə ərazisində müşahidə olunan intensiv və fasiləsiz yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Xüsusilə Kür çayı üzərində vəziyyət diqqət çəkir. Artım daha çox çayın aşağı axınında yerləşən Salyan və Neftçala rayonlarında qeydə alınır. Müşahidələr əsasən son bir həftə ərzində Kürün Salyan rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 2 metrdən çox yüksəlib. Ümumilikdə isə minimum həddlə müqayisədə artım 2,5 metr ötüb. Bu vəziyyət əvvəllər daşqınların fəsadlarını yaşamış, yerli sakinlərin arasında narahatlığı artırıb. Mütəxəssislər bildirirlər ki, yağıntıların intensivliyi dağ çayları vasitəsilə Kürə əlavə su kütləsinin daxil olmasına səbəb olub. Nəticədə çayın səviyyəsi demək olar ki, hər gün artım dinamikası göstərir. Artıq çayın ekosistemində də dəyişikliklər müşahidə olunur. Əvvəllər görünən kiçik adacıqlar və sahilyanı ağaclar su altında qalıb. Ekoloqların sözlərinə görə hazırki artım hələlik kritik həddə çatmayıb və aşağı axın ərazilər üçün ciddi təhlükə yaratmır. Salyan rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə vəziyyət nəzarət altındadır və hər hansı təbii fəlakət riski qeydə alınmayıb. Həyətlərimiz bulaxaq bu. Bəndin hamısı bizim həyətlərdir, səfərlərimiz bulaxaq. Belə bu 10 gün, 15 gün qalsa bu həyətlər, ağaclar hamısı məhv olacaq. Son vaxtlar demək, 5-6 ay olar ki, Kür qalxır, yatır. Amma bu dəfə çox sürətlə gəlir. Yəni, sürətlə gəlmə qabiliyyəti çox güclü deyil. Bu da çox böyük fəsadlar törədə bilər gələcəyinə var. İndi hazırda mən dünən burada yaşadığıma görə hər gün səhər-səhər gəlirəm, baxıram, axşam-saat baxıram. Hər gün müəyyən qədər Kür qalxır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, hazırda Kür çayında suyun səviyyəsi Salyan rayon ərazisində 200 sm artaraq 685 sm, Neftçala rayon ərazisində isə 4 sm artaraq 190 sm çatıb. Çayda su sərfi saniyədə 500-700 kubmetr arasında dəyişir. Mütəxəssislər vəziyyətin davamlı izlənildiyini və əhali üçün hər hansı təhlükə yaranacağı təqdirdə operativ tədbirlərin görüləcəyini bildirirlər. Elvin Qudratov, Səmil Şahlaroğlu, Bugün informasiya proqramı üçün.